Salam aleykum Rəmməm. Aleykümselam və rəhmətullah. Rəmməm, sual belədir ki, dünya həyatında yaxşılıq etmiş qeyri-müsəlmanların axirət aqibəti necə olacaq? Elhamdülillah və salatu və selamu alə Rasulillah. Sözsüz ki, Allah subhanahu wa ta'ala adildir. Şək yoxdur. Ona görə birincisi bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala heç bir kəsi ona əzab verməz, ta ona sübut etməyincə və dəlil göstərməyəcək ki, o haqq məbuddur və ona peyğəmbərləri və Muhammed sallallahu aleyhi ve sellem xüsusən sonuncu peyğəmbərdir. Ona görə Allah subhanahu wa ta'ala buyurur Quran-ı Kərimdə وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولَ Biz əzab vermərik ta öz elçimizi göndərməyincə. Elçi göndəririk, hüccət qaldırır, sonra Allah subhanahu wa ta'ala əzab verir. Ona görə əgər bir insan ona Peyğəmbər sallallahu risaləsi gəlib çatmayıb. Düzdür, biz ona kafir desək də, Allah subhanahu ta'ala onu cəhənnəmdə əzab verməyəcək, onu ayrıca imtahan çəkəcək. Bu bir məsələ. İkinci məsələ, çatıb ona o xəbər, lakin inkar edib. Bilib, çünki Peyğəmbər sallallahu deyir ki, kim mənim barədə eşitsə, istər Yahudi olsun, istər Xristiyan olsun, mənim barədə eşitsə, mənim barədə xəbər olsa, yenə də məni qəbul eləməsə, mənə iman gətirməsə, onda Allah subhanahu onu əbədi cəhənnəmə salacaq. Və lakin o bir sürü insan Allahın elçisini qəbul eləməsə, lakin hansısa yaxşı əməllər elədi. Məsələn. Çünki kafirlər, burada da mühüm məsələ nədir? Bilmək lazım, kafirlər eyni deyil. Yəni, kafirlər eyni deyil. Məsələn, Firavun kafir idi və eyni zamanda Abu Cahil, onlar həm kafir idi, həm müsəlmanlara qarşı vuruşurdular, peyğəmbərləri öldürmək istəyirdilər. Və həmçinin o biri tərəfdə bizdə var Abu Talib, Peyğəmbər əmisi, hansı ki, iman gətirməsə də nə inirdi? Peyğəmbər sallallahu çalışırdı, kömək eləsin. Ona görə kafirlər də fərqlənir. Ona görə də biz bilirik ki, cəhənnəmdə əgər cənnət dərəcədir, yəni qalxır yuxarı dərəcələrlə, cəhənnəmdə dərəkətdir. Yəni onun da dərəcələri var, amma aşağı gedir. Orada da əzab fərqlənəcək. Bu məsələnin ikinci tərəfi. Üçüncü tərəfi, Allah subhanahu wa ta'ala dediyimiz kimi adildir. Ona görə hətta kafir xeyir əməl eləsə, Allah subhanahu onun mükafatını verəcək. Lakin necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, onun mükafatı dünyada olacaq. Yəni Allah subhanahu wa ta'ala kafirlərin mükafatını xeyir əməllərə görə tezləşdirəcək. Tezləşdirəcək bu dünyada. Bu dünyada onun mükafatlarını verəcək. Ona görə görürsünüz, mömin isə əksinədir. Bəzən ona mükafat dünyada verilir. Lakin əsas hissəsini Allah subhanahu wa ta'ala axirətdə saxlayır. Çünki o əsasdır. Bu müvəqqəti dünyadır. Kafirlər üçün, Allah Rasulunu inkar edən üçün axirətdə heç bir mükafat olmayacaq deyənə. Ona görə Allah subhanahu tezləşdirir onun xeyir əməllərinə görə. Məsələn, ola bilsin kasıba kömək eləyib, nəsə bir xeyir əməl eləyib. Tezləşdirəcək bu dünyada verəcək. Bu o bir məsələ. Və kimsə deyə bilər ki, bəs o qədər xeyir əməl eləyir. Məsələn, filan müsəlman xeyir əməl eləmir. Məsələn, necə olur ki, bu cənnət düşür, o bir cənnət? Başa düşmək lazımdır ki, xeyir əməl nədir əslən? Xeyir əməl nədir? Əgər sən onun o miqdarını və yaxud da təyini özünə qaytarırsansa, onda əlbəttə ki, sənin üçün kim sənə məsələn pul verəcək, sənə kömək edəcək, bu sənin üçün olacaq ən yaxşı adam. Çünki sən özünlə ölçürsən. Aydındır? Və lakin kimsə məsələn gedib başqa adama, başqa ölkədə kiməsə kömək eləsə, sözsüz ki, sənə kömək eləyən daha xeyirlidir sənin üçün. Aydındır? Ona görə o yanaşma da düzgün olmalıdır. Xeyir nədir? Ən böyük xeyir o xeyir deyil ki, sən onu böyük görürsən. Ən böyük xeyir Allah gördüyü xeyirdir. Allah gördüyü xeyirdir. Ona görə ən böyük xeyir tövhiddir. Allaha tək iman gətirmək, onu ibadət etmək və onu şərik qoşmamaq. Necə ki, ən böyük şər, ən böyük pis əməl Allah şərik qoşmaqdır. Allah şərik qoşmaqdır. Nə qədər xeyir eləsədir, insan əgər Allaha şərik qoşursa, bu elə bir ki, zəhərli böyük bir dənizə bir dənə təmiz, pak su, damcı atmaqdır. Belə misal kimi gətirmək olar. Məsələn, bir insan olsun, hətta insanlar. Məsələn, öz valideylə pis davranır. Onları söyür, onlara kömək istəyəndə kömək eləmir. Məsələn. Yəni, heç bir xeyir münasibət göstərmir valideynlər. Lakin eyni zamanda hamısı üçün yaxşıdır. Qonşusuna kömək eləyir, dostuna kömək eləyir, yollar çəkir və s. Hətta bu məsələdə insanlar deyəcəklər ki, o yaxşı insan deyil. O ən birinci getsin valideynlərə baxsın, sonra bu yaxşı əməllər eləsin. Onu dünyaya gətirən valideynlərə əgər bu pis baxırsa,
onlarla pis davranırsa, o heç vaxt yaxşı insan olmayacaq. Görürsən, hətta burada insanların arasında eyni, ona oxşar bir meyar var. Və Allah necə? Səni də yaradıb, valideynlərimi də yaradıb, hamısını yaradıb. Sənə əl verib, hansı ki sən o əllə nəsə eləyirsən, sənə ağıl verib, sən sonra o Allahı tanımırsan, küfür edirsən, təqzib edirsən onun elçilərini, kiməsə xeyir eləyirsən. Yəni bunun müqayisəsində, yəni bu böyük bir şərin qabağında nə qədər xeyir eləsən, o xeyir yəni insana fayda verməyəcək. Allah da yaxşı bilir.